Salam, hörmətli müəllimlər, hörmətli valideynlər, hörmətli təhsil işçiləri. Dərdinləmənin bugünkü qonağı Fərqanə xanım Seyidli, Böyük Britaniyanın Aberdeen Universitetinin doktorant təhsil üzrə. Xoş gördük Fərqanə xanım. Xoş gününüz olsun. Sizlə ümumiyyətlə işinin peşəkarları ilə söhbət eləmək həmişə insana zövq verir. Ümid edirəm ki, bugün bizim müzakirəmiz də izləyicilər üçün faydalı olacaq. Bugünkü mövzumuz məktəbə qədər təhsil, yəni bağça təhsili belə deyək, daha valideynlərini daha rahat anlayacağı bağça təhsili. Mən bir sıra suallar hazırlamışam, amma gedişat suallar əsasında olmaya bilər, daha çox ehtiyaca fokuslanıb müzakirə edəcəyik. Ümumiyyətlə, bağça təhsili niyə vacibdir? Xoş gördük İlkin müəllim. Mən də təşəkkür etmək istəyirəm və mənə də çox böyük zövqdür sizinlə müsahibə aparmaq, danışmaq və ümumiyyətlə biz hər dəfə görüşəndə uzun-uzadı danışırıq. Qaldı ki, sizin suala bağça təhsili dediyiniz məktəbə qədər təhsil niyə vacibdir? Məktəbə qədər təhsil indi müasir təhsil sisteminin təməli kimi sayılır əslində. Çünki burada həm nevroloji tədqiqatların göstərdiyi bu sübutlar var ki, bizim neyronlarımız 5 yaşına qədər hardasa biridir, 80, biridir, 65, hətta 90%-ə qədər deyənlər var. Tam oturuşur və bundan sonra biz az dəyişirik. İkinci, bizim ən əsas bacarıqlarımız bu yeriməkdir, danışmaqdır, nəysə yazmaqdır, kiçik motorikadan istifadədir. Bunların hamısı 5 yaşınacan formalaşır və bu formalaşma dövründə məktəbə qədər təhsil daxil olur uşaqların həyatına və biz ümid edirik, tam deyə bilmərik ki, alınır, amma ümid edirik ki, istədiyimiz istiqamətdə uşaqları inkişaf etdirə biləcəyik. Bu mənada məktəbə qədər təhsil doğrudan da vacibdir. Amma mən bir məqamı istərdim qeyd edim. Məktəbə qədər təhsil son zamanlar çox populyardır. Son zamanlar onun çox kritik olduğu, olmazın olmazı kimi göstərilən bir məqamlar var. Bu biraz abartılıdır, biraz reallıqdan uzaqdır. Dediyim kimi, bu çox vacib bir dövrdür. Həqiqətən insanın formalaşdığı dövrdür. Amma insan ömür boyu inkişaf edə bilir, insan ömür boyu öyrənə bilir. Və bizim uşaqlıqda öyrənmədiyimizi böyüyəndə də müəyyən dərəcədə kompensasiya etmək olur. Yəni ona görə qeyd edirəm ki, bax bu fikir ki, ay biz gecikəcəyik, bu 5 yaşınacan öyrətməsək gecikdik, bu başqa bir fəsadlara gətirir çıxarır. Biz bütün bacarıq və bilikləri bu yaşa sıxışdırmağa çalışırıq. Bu da başqa bir problem yaradır. Bəzi ibtidai sinif müəllimlərinə belə arqument eşidirik ki, bu 5 məktəbə hazırlıqda olmayıb. Bağçaya getməyib, məktəbə hazırlıqda olmayıb, birbaşa birinci sinifə gəlib. Mən bunu başqaları kimi öyrədə bilmirəm. Yəni, başqaları deyək ki, sinifdə 30 uşaq varsa, 28-i məktəbə hazırlıqdan gəlib, müəyyən bir baza formalaşıb. O ikisi deyək ki, məktəbə hazırlıq görməyibsə, təbii olaraq sinif yoldaşlarına müəyyən mənada ləng ola bilər, çatışmazlıq və s. ola bilər, amma bu düşüncə ki, bu onu görməyibsə, bunlardan əlimizi üzmək lazımdır, bunları kənarda qoymaq lazımdır və elə mən o birisi 28 uşaqla işləməliyəm və onlara qayğı göstərməyim, çünki onlar məktəb hazırlıqda görməyiblər, mənim ona vaxtım yoxdur, onlarla məşğulum. Yəni, bu düşüncə yanlışdır da, yəni görməsə belə biz onu inkişaf elətdirə bilərik. Təbii inkişaf etdirə bilərik. Bu bilirsiniz hansı misala oxşuyur? Tutalım ki, biz Bakı şəhərində yaşayırıq və metrodan istifadə etməyi bacarırıq. Kimsə Sumqayıtda və ya digər şəhərdə yaşayır, onlar metro görməyiblər və Bakıya gələndə o demək deyil ki, imtina etməliyik, onlar metroya girməsinlər. Bir-iki dəfə öyrənəcəklər, düzdür? Yəni, bu bacarıqdır. Bu daha çox təcrübədir, nəinki bacarıq. Yəni, elə uşaqlar var ki, məktəbə hazırlıq qruplarına gediblər və onların akademik biliklərlə təması təcrübəsi var. Elə uşaqlar var ki, getməyiblər, təmas təcrübəsi yoxdur. Amma burada bir məqam var. Bu, hansı mənada yaxşı rol oynayır getməyən uşaqlara? Hansı mənada müəllimlər üçün çətinlik yaradır? Yaxşı rol oynayır niyə? Təsəvvür edin, 4 yaşında uşaq və ya 6 yaşında uşaq hərflərlə tanış olur. Onların hərfləri mənimsəmə sürəti eyni deyil. 6 yaşındakı uşaq daha yaxşı mənimsəyir. Heç təcrübəsi olmasa da belə.
Bəli, ola bilər ki, o heç təcrübəsi olmadığından 1-2 ay çaşsın. Ona təzə-təzə orientovkası, yəni ona münasibət hələ formalaşmayıb, hələ onu tam tanımır, tez-tez yadından çıxarır hərfləri. Amma ilin sonunda onların bilik səviyyəsi eyni olur. Bacarıq səviyyəsi də eyni olur. Yəni girişdə müəllimə biraz çətin ola bilər. Surət məsələsində müəllim məcbur olur müxtəlif surətdə, müxtəlif tərzdə təlimi keçsin. Amma sonda onların ikisi də eyni göstəricini verə bilir. Yəni imtina eləmək lazım deyil o uşaqlardan. Ümumiyyətlə imtina etmək və ya pisdir, yaxşıdır, doğrudur, yanlışdır kimi ifadələr təhsildə özünü doğrultmur. Hə. Biz daha çox uyğun olmayan kimi yanaşırıq. Hər halda mən. Ümumiyyətlə müəllimləri istəyir bağça tərbiyəçilər olsun, məktəb müəllimləri olsun. Bu gözlənti çox önəmli bir şeydir. Yəni mən qarşımdakı insandan onun öyrənə bilməsinə göstərdiyim inanc mənim ona yanaşmama təsir edir. Bu da dolayısıyla onun akademik və sosial bacarıqlarında öz əksini tapır. Burası Bəli, həm də əlavə olaraq mənim özümün onu öyrətmək üçün yol axtarmağıma da kömək edir. Bəli. Əgər mən fikirləşirəm ki, problem uşaqdadır, mən yol axtarmayacağam. Yəni Əgər mən fikirləşirəm ki, okey, bu metod işləmədi, gəl başqa metodla işləyək. Bu mənim həm müəllim kimi yaradıcılığımı, həm də müəllim işinin zənginliyini mənimsədəcək mənə, həm də uşaq effektli təlim görəcək. Günümüzdə ən çox rastlaşdığımız problem budur. Hər kəs bir-birini günahlandırır. Müəllim deyir ki, uşaqdadır problem. Sonra deyir valideyndədir. Valideyn deyir müəllimdədir. O deyir direktordadır. Direktor deyir. Yəni hər kəs biri-birini günahlandırıb özünə vicdanını rahatlatmaq istəyir ki, yəni məndə problem yoxdur. Da demir də bu uşağı mən öyrədirəm, öyrənə bilmirsə, bəlkə mənim metodikam doğru deyil. Bəlkə mən bu uşağın dilini tapa bilmirəm. Bəlkə fərqli bir metodikadan, yanaşmadan istifadə edeyim. Bəlkə qarşımdakı bu müəllimin özünə də bir şeydir də, bir təcrübə qazandırır. Amma biz onu günahlandıranda artıq bu yetkin yanaşmadır mənə görə ki, insan hər bir işdə birinci növbədə özündən asılı olan məsələlərə cavabdeh olduğu limiti bilsin, sərhədlərini bilsin və onun üzərində səy göstərsin. Məsələn, uşağı qınamaq ki, niyə mən dediyim kimi öyrənə bilmirsən, bu onun kontrolündə, onun nəzarətində olmayan bir şeydir. Yəni müəllim deyə bilməz ki, uşaq məhz belə öyrənsin. Müəllimin düşüncəsi ola bilər ki, tamam, mənim müəllim kimi pedaqoji bacarıqlarım necə formalaşmalıdır bu uşağı öyrədim. Mənim buna görə hansı şəraitim var, mənim hansı resurslarım var, mən bunları necə düzəldə bilərəm. Bu həm stressdən qaldırır müəllimi, həm də uşağın çox qəribədir ki, uşaq az stressli mühitdə daha yaxşı öyrənir. Qəribə səslənmir, əslində məntiqidir. Keçən bir verilişdə də mən bunu demişdim ki, təhlükəsiz mühitdə uşaq hiss edəndə ki, ona baskı yoxdur, onu eşidirlər, ona qarşı dostcasınadırlar. Dostcasına mən yaşıd kimi dostcasına demirəm. Yəni niyyət olaraq dostcasına, humanist yanaşırlarsa, hardasa 25-30% uşaqların mənimsəməsi artır. Bu əslində kiçik rəqəm deyil. Hə. Sizcə bugün bağçalarımızın nəyə ehtiyacı var bugün daha çox? Mən əslində bu mənim mövzumdur. Bütün günü bu mövzu ilə dururam. Mənə görə Azərbaycan məktəbəqədər təhsilində ən böyük problem qeyri-müəyyənlikdir. Çoxlu, fraqmental və bizə qəşəng gələn prinsipləri, yanaşmaları salmışıq həm məktəbəqədər təhsil qanununa, həm də kurikuluma və bu əslində çox böyük qarışıqlıq yaradır, təzadlıq yaradır və müəllimin özü üçün aydın olmayan bir prosesə salır. Məsələn, adicə bir misalı çəkim. Həmişə mən bu məsələdə çox həssas oluram. Bizim məktəbəqədər təhsil qanununda da, məktəbəqədər kurikulumumuzda da yazılıb çoxlu prinsiplər. Orada uşaq yönümlü də var, inkişaf yönümlü də var, nəticə yönümlü də var, Azərbaycançılıq da var, dünyavilik də var, elmilik də var və s. Bu elmilik didaktik prinsipdə deyil, amma digərləri didaktik prinsiplər də var. Bu əslində nəticə yönümlülüklə uşaq yönümlülük prinsipi bir-birinə hansı mənada ziddir, təzaddır. Və inkişaf yönümlülüklə nəticə yönümlülük hansı mənada ziddir bir-birinə. Niyə görə? Çünki nəticə yönümlülük məcbur edir müəllimləri ki, mövzunu mənimsətsin. Uşaq yönümlü və ya
inkişaf yönümlü və ya şəxsiyyət yönümlü deyək, şəxsiyyət yönümlü prinsipsə, həmin uşaqların istək və maraqlarını nəzərə almağı tələb edir. Yaxşı, müəllim də qalır iki daş arasında. Biri mənə deyir ki, uşaqları Söhbət nəzərə al. bunları dərk eləmiş müəllimdən gedir hələ. Hətta mən sizə deyim ki, dərk etməyən müəllim də bu stresi yaşayır. Çünki o əminsiz olur. Əminsiz olur ki, bilmir nəyi düz eləyir. Məsələn, biz deyirik ki, bu mövzunu keç. Ona görə əslində mən fikirləşirəm ki, həm də ona görə müəllimlər hazır proqram istəyir. Müəllimlər məsuliyyəti bu mənada özlərindən atmaq istəyir. Deyir, sən mənə hazır proqramı ver. Mən də onu keçim. 12 ay mövzunu verin. Mən də onu keçim. Orada da məşğələnin gedişatı olsun, icmalı olsun. Orada resurslarım da olsun. Resursları da sən də ver mənə. Və mən bunu keçim, verim də. Amma uşaq yönümlü yanaşma və ya inkişaf yönümlü, hətta şəxsiyyət yönümlü yanaşma ilə bu prinsiplərlə bunu etmək mümkün deyil. Çünki tutalım əlinə maraqlıdır maşınlar, Laləyə maraqlıdır tutalım oyuncaqlar və ya heyvanlar. Demək, mən necə qurmalıyam təlimimi? Və ya müəllimə biz deyirik ki, uşaq yönümlü olmalıdır, mərkəzlərdə təlimi keçək, amma bizim otağımız balacadır, heç bizim mərkəzimiz yoxdur. Yalnız şkaflarda oyuncaqlar qoymuşuq, adını da yazmışıq, riyaziyyat güşəsi və s. və s. də. Yəni, bu qarışıqlıq mənə elə gəlir ki, ən böyük problem bundadır ki, biz bir yolu seçməliyik. Bir yolu seçəndən sonra, bir yanaşmanı seçəndən sonra onun prinsiplərini ancaq götürməliyik. Onun prinsiplərini götürəndən sonra da ona uyğun dəyərlər və mexanizmləri qurmalıyıq. Bax, mənə görə nəticə yönümlülük bir mexanizm kimi işləyə bilər, nəinki prinsip kimi. İndiki dövrdə, indiki trendlərə görə nəticə yönümlülük biraz insanları təhsil prosesini klişeyə salır və biz indi hamımız deyirik ki, biz bilmirik 10 ildən, 15 ildən sonra hansı peşə vacibdir, hansı bacarıqlar vacibdir və s. və indi biz deyirik ki, yumuşaq bacarıqlar akademik bacarıqlardan daha önəmlidir. Çünki indi ayı var və indi dünya o qədər dəyişir ki, biz tam proqnoz verə bilmirik. Ona görə də bu klişeyə düşməmək üçün daha çox mənə elə gəlir ki, nəticə yönümlülük mexanizm kimi uyğundur, amma prinsip kimi yox. Buna görə mən fikirləşirəm ki, bizim ən böyük problemimiz nə müəllimlərdir, qəribə səslənsə də, nə valideynlərdir, nə uşaqlardır, hətta nə kitablardır. Mənə görə ən böyük problem bizim hələ də nə etmək istədiyimizi bilməməyimizdir. Təməl məsələdir. Yəni biz hara gedirik, nə istəyirik, gözləntimiz nədir? Əgər bizim uşaq yönümlüdürsə, okey, gəlin uşaq yönümlü götürək. Onda uşaq yönümlünün 8 prinsipi var, hansı ki 2017-ci ildə Avropa Komissiyası Avropa erkən inkişafa və təhsilinə vacib bir kriteriya sayıb. Ya da Yaponiya kimi uşaq yönümlü götürmürük, biz tamam başqa yanaşma ilə gedirik və ya Amerikada olduğu kimi. Yolumuzu müəyyənləşdirmək lazımdır. Biz baxaq görək Azərbaycan cəmiyyətinə, Azərbaycan mədəniyyətinə, Azərbaycan xalqına, Azərbaycanın dövlət kimi özünə qoyduğu məqsədlərə hansı yanaşma uyğundur, onu seçək və ona gedək. Bu dediyinizə qüvvət bir sual var idi ki, hazırlamışdım ki, bağça mühitində sizə ən çox narahat edən və amma çox danışılmayan problem hansıdır? Mən məni narahat eləyən, amma danışılmayan problemi deyim. Oradan yollaraq siz də bunu davam elətdirək və sonra bunun bir həll yolunda düşünək. Məsələn, məni ən çox narahat eləyən, yəni bağça təhsilinlə bağlı çox nüanslar var ki, narahat eləyir. Onlardan bunu tək bu mənim şəxsi subyektiv yox. Müəllimlərlə ünsiyyətdə, müəllimlərlə o danışığımız, dialoqumuzda çıxan, qaynaqlanan bir şeydir də, yaranan bir problemdir. Narahat eləyən məsələ odur ki, bağçalarda və ibtidai siniflərdə 20 yanvar Xocalı faciəsi kimi çox ağır mövzuları bütün çılpaqlığı ilə uşaqlara öyrədirlər. Orada hətta yetkin böyük insanların o baxa bilmədiyi şəkillər var da, deyək ki, o səhnələr var ki, hansı ki, çox ağırdır, insan baxa bilmir. Hətta biri-biri ilə bəhsə girən müəllimlər olur ki, görək kimin hazırladığı tədbir daha təsirli olacaq. Uşaqlar rollu oyun oynayırlar, deyək ki, yaylıq bağlayan, ağlayan, ağılı şiir. Yəni, və bunun da adını qoyuruq, çox acınacaqlı tərəfi də budur ki, bunun adını vətənpərvərlik anlayışı ilə maskalayırıq bu fəaliyyətimizi.
Yəni onu deyirik ki, hə, uşaqlarda vətənpərvərlik aşılayırıq. Nəticədə biz uşağa travma vermiş oluruq. Yəni Daha bağça çox uşağı nə edəcək? Bu prosesdən sonra, tədbirdən sonra əlinə silah alıb döyüşə mi gedəcək? Yəni gözləntimiz nədir bizim bağça uşağından və yaxud da ibtidai sinif şagirdindən? Yəni biz o tədbirlərdən sonra valideynlər deyir ki, uşaq gecə yata bilmir. Travma alır. Yəni deyək ki, yuxuda sayıqlayır, ağlayır, qorxur. Orada yəni çoxlu şeylər var da, problemlər yaranır. Bəli. Hansı ki biz o səhnəni göstəririk, yaradırıq, o tədbiri qururuq, sosial şəbəkədə şəkillərini paylaşırıq filan. Yaxud da məktəb rəhbəri bundan bizdən bunu tələb eləyir, bağça müdirəsi və s. tələb eləyir, biz bunu eləyirik. Amma başa düşmürük ki, o uşaq bu mövzunu anlamır. Çünki hələ idrak səviyyəsi Piagetə görə də hələ orada deyil. İkinci bir məsələ, uşaq çox bir gərgin bir duruma üçün nə baş verdiyini, o şəkillərə baxır və s. və bu qara basmalar, yəni bu çox bir ciddi bir problem yaradır. Sonra valideyn var ki, uşağını psixoloqun yanına aparır ki, bəs mənim uşağım belədir filan. Burada kəkələmədən tutmuş, gecə sidik qaçırmağa qədər fizioloji fəsadlar ola bilir. Yəni dəfələrlə də dediyimiz məsələdir ki, yəni hörmətli müəllimlər, bu kimi tədbirlər, vətənpərvərlik, o hadisələr zaten 5-ci sinifdən sonra tarix dərslərində, fənlərində, sonra yuxarı siniflərdə bunlar hamısı keçilir, hamısı toxunulur bu məsələlərə və s. Yəni bunun öz vaxtı var. Amma biz elə uşaq vaxtından düşünürük ki, nə qədər çox bu məsələləri uşaq vaxtından qabartsaq, o qədər vətənpərvər olurlar. Elə deyil də. Yəni biz əksinə uşağı daha da ağır bir problem, yəni şəxsən bu məni çox narahat eləyir və heç kəs də cürət eləyib bununla bağlı danışmır ki, hörmətli yoldaşım, biz səhv eləyirik. Biz bunu yanlış eləyirik. Mən istərdim bu barədə fikrimi bildirim, amma fikrimi bildirməmişdən qabaq mən istərdim ki, auditoriya, sanki biz auditoriyada hamımız oturmuşuq bir dairədə, elə bir şəkil yaransın hamıda və gəlin belə eləyək də, biz hamımız Azərbaycanlıyıq və Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının rifahı bizim hamımızın xeyrinədir. Düzdür? Bəli. Və biz istəmirik gələcəkdə manyaklar çox olsun, düzdürmü? Biz istəmirik ki, bizim uşaqlarda psixi sinir sisteminin yıpranmasını yaşayaq. Onsuz da həyat bizi çək-çevirə salacaq. O onsuz olacaq. Biz istəmirik ki, tariximizi unudaq. Biz istəmirik ki, özümüzün dövlət maraqlarımızı, xalq kimi maraqlarımızı unudaq. Bunun hamısını optimal şəkildə və rifah halında etmək mümkündür? Mümkündür. Bunu edirik, etmirik. Niyə? Çünki emosionalıq, duyğularla oynamağı sevirik. Sanki, bəlkə bu təkcə Azərbaycan xalqına aid deyil, ümumiyyətlə insan olaraq buna açığıq. Bəzən xoş niyyətlə, amma qorxularımız bizi hərəkətə gətirir. Travmalarımız, qeyri-peşəkarlıq da var. O bayaq dediyiniz o qeyri-müəyyənlik də var. Biz də istəyirik. Mənə elə gəlir ki, burada yenə də uşaq yönümlü yanaşmanın tərəfdarıyam bu mənada ki, bizim əslində uşaqların maraqlarına uyğun olaraq, uşaqların yaşına və uşaqların qavrama səviyyəsinə uyğun olaraq tarixi, həssas məqamları ötürməyimiz nəinki vacibdir, həm də bizim özümüzə də xeyirdir. Xalq kimi, vətəndaş kimi xeyirdir. Amma bizim uşaqların yaşına, uşaqların idrak səviyyəsinə uyğun olmayaraq verdiyimiz məlumatlar isə bizim xalq kimi travma yaşamağımıza, bizim xalq kimi, vətəndaş kimi daha aqressiv, daha çox fobiyalarla hərəkət edən bir cəmiyyətə çevirməyimizə gətirib çıxarır. Ona görə də mənə elə gəlir ki, bu mənada bu həssas mövzular, məsələn, mənim ən istədiyim bir tədqiqat obyektlərindən biridir ki, tarixi necə məktəbə qədər təhsildə implementasiya etmək olar, tətbiq etmək olar və bu barədə bir tarixşünasla da biz işləmək istəyirik. Məhz bu məsələyə görə həssas mövzular 2 qat, bəlkə 3 qat həssaslıq tələb edir. Təbii. Yəni bunu çılpaqlığı ilə biz uşaqlara belə şeyləri öyrədə bilmərik. Bizim məqsədimiz o deyil ki, uşaq dediyim kimi kəkələsin və ya qorxsun və ya uşaqda anlaya bilmədiyi aqressiya formalaşsın və ya uşaq dünyanı ağ-qara görsün. Bizim müəllimlərin də əslində düşünmürəm niyyəti odur. Sadəcə refleksiya bacarıqları, sadəcə daha çox mən dediyim kimi uşaq prizmasından, uşaqların marağından
daha geniş belə götürsək, strateji maraqlarımızı güdərək bu məsələyə toxunsaq yaxşı olar. Mən Yəni düşünmürəm ki, nəinki bu mövzular. Məsələn, mən özüm məktəblərdə olmuşam, məktəbə hazırlıq qruplarında olanda məni ən çox təəccübləndirən məqamlardan biri oldu ki, siz dediyiniz mövzularla yanaşı çox uyğun olmayan işıqlandırmadan tutmuş şəkillər, qan içində şəkillər və s. kimi və ya qeyd etmək ki, mütləq ki, bu valideyni şəhiddir və s. kimi məsələlər də, yəni yerli yersiz bu qeydlər, bu abartmalar, qabartmalar uşağın özündə seçilmiş, hamıdan fərqlənən, amma biraz elə bil yarımçıq, natamamlıq hissi də yarada bilər. Bizim isə məqsədimiz o deyil ki, həmin uşaqlar özünü natamam hiss etsinlər. Əksinə onlar fəxr eləməlidirlər ki, çox tarixi bir prosesin içində yaşayırlar. Bu çox ağır mövzudur. Bu çox həssas mövzudur və bu həssaslıq bizim özümüzdən də tələb edir. Bunu qaş üzərindən yerdə gözü də çıxartmış olur. Hətta bizim özümüz də, yəni bu barədə münasibət bildirən adamların özündən də bir tədqiqatçı kimi mən deyə bilərəm, məktəbə qədər üzrə mütəxəssis kimi ki, mənim özümdən də müəllimə demək ki, sən səhvsən, sən belə eləmə, elə eləmə. Bu özü belə həssaslıq tələb edir ki, müəllimin niyyətini, yaxşı niyyətini görərək ona istiqamət vermək lazımdır. Mən belə düşünürəm. Məndə bir dəfə elə olmuşdu. Bir dəfə hətta Facebookuma mənə bir müəllim atmışdı ki, bəs mənim plakatımı bəyənməyiblər, atıb və mən baxdım, gördüm də aqressiv plakatdır. Həqiqətən aqressiv plakat idi və mən müəllimlə bir müddət danışdım, dedim ki, mən sizin niyyətinizi başa düşürəm, sizin orada göstərmək istədiyiniz məqamları da bilirəm. Müəllimin özü də həmin regiondan idi, ona görə daha çox emosional yanaşmışdı. Bu müəllimi istiqamət verəndə belə ona həssas yanaşmaq lazımdır. Ondan sonra plakata qoymadı. Böyük əksəriyyət müəllimdə bu belə deyək, niyyətdən daha çox hazırda məcburiyyətdən gəlir. Deyək ki, məsələn, məktəb rəhbəri və yaxud da bağça müdirəsi müəllimi bununla bağlı tədbir keçirməyə bir növ məcbur edir. Nə mənada? Yəni, öhdəlik qoyur ki, bununla bağlı tədbir elə. Bir çox hallarda heç ibtidai sinif müəllimin niyyəti yoxdur. Deyək ki, bağça müəllimin niyyəti yoxdur ki, durub o Qarabağ və Xocalı kimi ağır faciələri uşaqlara öyrətsin. Amma deyək ki, öhdəlik qoyulur ki, sən bu tədbiri eləməlisən. O da bilmədiyindən dolayı və necə gəldi, nətər gəldi, gördüyü bu olub ki, elə bir plakat düzəltməlidir. Bu da, yəni, qınamaqdan daha çox bunu bilmirik. Bəli. Hadisələrin özünü qeyd etmək məncə doğrudur. Yəni, biz necə qeyd edirik yeni ili, necə qeyd edirik, məsələn, mən dediyim kimi Böyük Britaniyada oxuyuram və tədqiqata girirəm və bir dəfə girdiyim tədqiqat bağçalardan biri orucluq bayramına düşürdü və Ramazan ayı qeyd edilirdi. Və bu çox gözəldir. Ramazan ayı qeyd edilirdi, göstərilirdi Ramazan ayı necədir. Amma uşaqların başa düşdüyü səviyyədə. Orada uşaqları məcbur etmirdilər ki, yəni, vətənpərvərliyi öyrətmək istəyiriksə, biz öz otağımızda öz əşyalarımızın, yəni qonşu necə gələ bizim qapını açıb içəri girmir də, bizim öz evimiz var, ev bizimdir. Yəni, vətənpərvərliyi anlayışını bu tip daha çox uşağın həyatına daşımaqla bu anlayışı formalaşdırmaq olar. Demək istədiyim odur ki, mövzuların özündə problem deyil. Mövzuları təqdim etməkdədir problem. Biz Qarabağ hadisəsini də, biz Xocalı hadisəsini də, 20 yanvar hadisəsini də və digər hadisələri də bu və o dərəcədə uşaqlar bağçada keçməsə də həmin gün iş günü deyil, həmin gün bağça günü deyil, uşaq artıq bilir ki, həmin gün fərqli gündür. Yəni, zaten uşaq bunu başa düşür. Biz sadəcə bunu uşağın yaşına uyğun olaraq, məsələn, 20 yanvarda qərənfil şəkillərinin çəkilməsi, bizim qəhrəmanlıq bir göstərgimiz kimi göstərmək olar ki, necə ki, biz qoruduq şəhərimizi, Bakını, necə qoruduq Azərbaycanı, eləcə həmçinin Qarabağda olan müharibəni də elə göstərə bilərik. Bir qəhrəmanlıq nümunəsi kimi, bir faciə, ağlama kimi yox. Onun bu qəhrəmanlığın necə baha başa gəlməsini biz böyük yaşlarda
Mənə elə gəlir o tərəflərə girməliyik. Bu yaşlarda isə daha çox burada necə biz güclü olmaq, qəhrəman olmaq, bir-birimizə dayaq olmaq, dost olmaq bir-birimizlə, bir-birimizə kömək etmək, yardımlaşmaq kimi mövzularda verə bilərik təbii. Və ya gözəllik kimi verə bilərik. Bizim vətənimizin necə gözəl olduğunu göstərərək verə bilərik. Ümumiyyətlə vətənpərvərlik hissi, sevgisi gözəllik anlayışı ilə bağlıdır, qorxu anlayışı ilə yox. Yox. Biz gözəllikləri göstərə-göstərə ki, necə gözəl güllərimiz var, necə gözəl bizim şəhərimiz var, necə gözəl bizim məscidimiz var, necə gözəl bizim binalarımız var, necə gözəl bizim bayraqlarımızın rəngləri var, rəngbərəng. Biz belə daha çox sevdirə bilərik vətənimizi, nəinki qorxudaraq. Bəli. Hətta o bayaq deyim, o Jean Piaget'in o 2-7 yaş arası uşaqların idraki inkişaf səviyyəsində o abstrakt anlayışların çox da başa düşülmədiyini, ola bilsin uşaq nəyisə cavab verdi, şeiri əzbərlədi və s. amma söhbətin getdiyi mövzunun mahiyyətini dərk eləmir. Yəni bilmir də söhbət əslində nədən gedir. Ora uyğunlaşa bilir, yəni imitasiya eləyə bilir və s. amma soruşsan ki, həqiqətən vətən anlayışı filan, o uşaq cavab verməyəcək və bu çox təbiidir. Yəni çünki idraki inkişaf səviyyəsi... Gəlin boynumuza alaq ki, hər böyük də bu suala cavab verə bilmir. Yəni bu mücərrəd anlayışlar böyük idraki əməliyyat, dərin idraki bir prosesdir. Həm də burada çoxlu təcrübə oturur. Hər adammı, hər böyükmü deyə bilər vətən onun üçün hardadır, vətəni sevmək nə deməkdir, hər kəs mi bunu bilir? Və hər dəfə bizim hər yaş dönəmimizdə belə bu suala fərqli-fərqli cavablar verə bilirik biz. Biz bunu şablon kimi uşaqda hazır eləyib formalaşdırdıq kimi yoxdur. Ona görə mən deyirəm ki, bizim əgər strateji düşünsək, bu bizim birinci layımızdır. Vətənpərvərlik haqqında, vətəndaşlıq məsuliyyəti haqqında, əxlaq anlayışı haqqında bu birinci laydır. Zaten elə deyilir ki, uşaqların əxlaq anlayışı hardasa 5-6 yaşdan sonra formalaşır. Birinci qaydalı oyunlar gəlir. Zaten əxlaq anlayışı qaydalar anlayışından sonra gəlir. Əxlaq özü cəmiyyətin qoyduğu, qəbul etdiyi qaydalar toplusudur, doğru. Və biz buna əlbəttə ki, uşaqların başa düşdüyü səviyyədə. Məsələn, uşaqlar tutalım bu, biz uşaqları çox əlvan, gözəl, rəngli oyuncaqlara necə qulluq etmək lazımdır və ya bitkiləri qırmadan necə onların ətirli olduğunu göstəririksə, bu da artıq vətənpərvərlik. Və ya bir-birimizə qarşı məsələn, oturanda bir-birimizi vurmamaq və ya bir-birimizi sevimli, xoş sözlər demək, fikrimi ona bitirmək istəyirəm ki, bizim niyyətimiz əgər əxlaq dəyərləridirsə, gözəl cəmiyyətdirsə, vətənpərvərlik hissləridirsə, mən bunu təklif edirəm estetikadan, gözəllikdən çıxış edərək yaradaq. Mən başa düşürəm hansısa mənada müəllimləri və ya o kəsləri, onlara çox belə abstrakt və uzaq gələ bilər ki, mən gülü öyrətdim, bunun vətənpərvərliklə aidiyyəti. Qoy mən tapanca göstərim, qoy mən tüfəng göstərim. Amma uşaqlarda belə işləmir. Bu məktəbə qədər təhsil, ümumiyyətlə təhsil çox strateji, uzun və uzaqdan başlayan bir prosesdir. İlmək toxumaq lazımdır. Onu belə çox belə elədim bir gündə falan deyil. Yəni oynaqdır. Bir məsələ məni uzun müddət narahat eləyir. Demək, mən davamlı olaraq özümə sual verirəm ki, niyə bizim cəmiyyətdə yaradıcı təfəkkür insanların sayı azdır? Və bunu mən bağlayıram kökünü bağçaya. Tamam. Deyək ki, bağçada öz təcrübəmdən deyim, biz oturduq besetkada və müəllimlər bizə icazə vermirdi besetkadan kənara çıxmağa. Və biz sakitcə otururduq, valideynimizin gəlməyini gözləyirdik. Müəllimlər bizə icazə vermirdi çölə çıxmağa, çünki biz besetkadan kənara çıxsaydı bizim qayğımıza qalmaq lazımdır, təhlükəsizliyi var və s. Və müəllimlər üçün də təbii bu bütün müəllimlərə aid deyil, bunu deməyək. Bəzi müəllimlər üçün də ki, kiminsə ailə vəziyyətini müzakirə eləmək mənim uşaq kimi təhsilimdən daha vacib olduğu üçün yanında qorxuzub otuzdururdu ki, burada oturun və besetkadan kənara çıxmayın. Biz gözləyirdik ki, anamız gələndə durub qaçırdıq,
müəllim də sağollaşmadan qaçırdıq. Anamızı o ilan ağzından qurbağa qurturulan kimi. Və müəllim dedi ki, mən səni başa salaram sabah. Sabah başa salırdı ki, müəllimə sağ ol demədən, müəllimin icazəsi olmadan sən valideynin üstünə qaça bilmərsən. Tanış mənzərədir. Sabahsı gün valideyn gələndə artıq qaçmırdıq. Müəllim üzünə baxırdıq ki, müəllim də gözünə bir dənə belə eləyəndə onda durub gedirdik. Mənə görə bugünkü yaradıcı təfəkkürümüzün yüksək olmama səbəbi o bağçadakı besetkadır. Bizi o qədər çərçivədən, zehniyyət olaraq çərçivədə saxlayıblar ki, yəni mənim səhv eləmə azadlığım olmuyor, mənim oynamaq azadlığım olmuyor. Oyun oynaya ünsiyyətə girmə imkanım olmuyor. Və mən de ki, qumdan nəsə düzəldə səhv eləyim, nəysə düzəldim, hansısa bir oyuncaqdan istifadə edim, o qırılsın, onu düzəltməyə çalışım. Yəni, oyun əsaslı və yaxud da ünsiyyət əsaslı nəysə edərək öyrənmə imkanım olmadığına görə, mən ancaq besetkada sakit, ona buna baxıb, gözüm qapıda qalırdı ki, gələcəklər, məni aparacaqlar. Mənim artıq o vaxtdan zehniyyətim bir çərçivəyə düşür və mən o zehniyyətdən çıxmaq üçün əməlli başlı çalışmağım lazım. O həmin çərçivə məktəbdə də davam edir, universitetdə də davam edir. Davam edir və evlənəndə də oğlana qızı anası axtarır, tapır ki, çünki bunun bir fərqli özünün verəcəyi bir qərar olmur. Əlbəttə elə olacaq da. Yəni biz hətta bilirsiniz, məktəbə gedər təhsil. Çox üstən maraqlı tərəfi budur ki, mən soruşuram ki, bu vəziyyət dəyişibmi indiki bəzi valideyn müəllimlərdən? Deyirlər elə eynidə qalıb. Yəni yenə besetkadan kənara çıxma məsələsi yoxdur. Ümumiyyətlə təhsil cəmiyyətə çox oxşuyur. Necə cəmiyyətimiz var, elə də təhsilimiz var. Məhsuludur da yəni. Həmçinin də təhsil necədirsə cəmiyyəti də elədir. Yəni bu belə ayıra bilmərik ki, bizim özümüz cəmiyyət olaraq inkişaf etmişik, təhsilimiz zəifdir və ya biz özümüz təhsil olaraq, biz təhsil işçiləri bilirik əslində necə olmalıdır, cəmiyyət sadəcə hazır deyil. Nə elədi, nə bu? Bu bir-biri ilə interaksiyadadır. Bu bir-birinə təsir edir. Və necə ki, cəmiyyətdə fraqmental olaraq kimsə bu çərçivədən çıxa bilir və bunun fərqindədir ki, çıxıb və bunun təhlükəsini, təsirini, təzyiqini də qəbul edərək yenə çıxmağı seçirsə, elə nümayəndələr də var. Təhsildə də elə fraqmental, epizodik deyək və ya təkəm-tükəm müəssisələr də var. Bunu da gəlin deyək də. Eyni zamanda da kütlə olaraq, cəmiyyət olaraq biz təhsil sisteminə baxanda deyə bilərəm ki, biz daha çox müəllim yönümlü təlim qururuq. Yəni müəllim yönümlü təlimdə nə deməkdir? Uşaq icraçı olur. Siz dediyiniz məsələ icraçı olur. Mən bu mənada sizə kontrargument deyə bilmirəm. Sizinlə razılaşıram. Bircə onu deyə bilərəm ki, bu təkcə həmin o dediyiniz besetka deyil, ümumiyyətlə bizim o besetka simvol kimi götürsək, hər sahədə bu besetkanın olmasıdır. Əgər bizim bir yerdə heç olmasa sərbəst yerimiz qalsaydı, bizim yaradıcı düşüncə tərzimiz var əslində. Sadəcə yaradıcı düşüncə tərzi ilə çıxış etmək vərdişimiz yoxdur və etibarımız yoxdur. Etibar etmirik biz öz düşüncəmizə, etibar etmirik və bizə çox vacibdir bizə olan münasibət və reaksiya. Çünki linçlənmək heç kəsin arzusu və istəyi deyil. Bəli. Baxmayaraq ki, fərqli olmaq hamı istəyir, fərqlənsin, əksər adam istəyir fərqlənsin, amma ancaq yaxşı mənada. Ancaq tərif mənasında fərqlənmək istəyirik, linçlənmək mənasında əlbəttə istəmirik. Amma yaradıcı yanaşma heç vaxt absolut tərif içində olmur. Əgər yaradıcı yanaşırsansa, mütləq səni linçləyən və səni bəyənməyən, səni başa düşməyən tərəflər də olmalıdır. Biz buna hazır deyilik. Bu bizim immunitetimiz yoxdur. Zehniyyətimizdə elə bilin ki, o Sovet dövründən qalma, o zehniyyətimizdə çərçivədən kənara çıxmama, bir fərqli bir şeylər ortaya qoymama və yaxud da yoxlamaya uyğun biz fəaliyyət göstərək, gəlib yoxlayanda görsünlər hər şey yerindədir. Fərqli bir şeylər. Yəni o qədər çərçivələrimiz, qutularımız beynimizdə o qədər çoxdur ki, biz o qutulardan çıxa bilmirik deyə biz
həqiqətən müasir həyatda öz ayağı üstə dura biləcək, müstəqil qərar verə biləcək dediyimiz o 21-ci əsr bacarıqlarını özündə ehtiva edən fərd yetişdirə bilmirik. Bunu kim yetişdirir? Çox təəssüf kim yetişdirir? Sosial şəbəkələr. Artıq bu yeni gələn nəsillər, sosial şəbəkə ilə böyüyən nəsillər artıq təhsil onlara təsir edə bilmir. Biz də o müasirliyi təhsilimizə inteqrasiya edə bilmədiyimizə görə biz artıq uduzuruq. Yəni biz təhsildə uduzuruq. Bu uşaqlara. əslində böyük bir tədqiqat tələb edir ki, konkret deyək ki, bu doğrudan belədir ya yox. Mən öz subyektiv fikrimi deyə bilərəm. Yəni bu barədə tədqiqat aparmamışam. Ona görə də tam deyə bilmərəm Azərbaycan cəmiyyətində təhsilində necədir. Mənim tədqiqat mövzum biraz fərqlidir. Ona amma öz subyektiv olaraq nə hiss edirəm, nə təəssürat məndə yaranır. Bunu deyə bilərəm ki, mən fikirləşirəm ki, biz ancaq özümüzdən başlaya bilərik. Və mən sizə deyim ki, çox qəribədir ki, özündən başlamaq elə ən çətinidir. Biz evdə necəyik, biz hansı yolu seçirik, biz nə qədər fərqindəyik öz çıxışımızın, seçimimizin, nə qədər hazırıq tənqidə, nə qədər bu tənqidlər müqabilində özümüzü qurban sayırıq, nə dərəcədə biz etdiyimiz hərəkətlərin həmən mükafatını istəyirik. Və bu bir də bizim nə deyirsiniz deyin, sosial şəbəkələr də düzdür bir simvoldur, bir obrazdır, amma uşaqlar evdə, ailədə fiziki olaraq gördüyü insanların təsirinə çox düşür. Bizim evdə olan münasibətimiz, bizim evdə olan söhbətlərimiz, bizim uşaqlara olan münasibətlərimiz o da olayda oturur. Gələcəkdə filtr rolunu oynaya biləcəyini ümid edirəm. Çünki biz özümüz də elə böyümüşük də, bizim hamımız bir cəmiyyətdə böyümüşük. Ya hamımız Azərbaycanda böyümüşük. Eyni əxlaq dəyərlərinə malikikmi? Yox. Eyni anlayışımız var, yaxşı nədir, pis nədir? Yox. Mən inanıram ki, sizdə də, məndə də o hisslər olub ki, yəqin mən çox təkəm, yəqin qəribəyəm, yəqin mən bu cavablara heç cür qane edə biləcək səviyyədə deyiləm və ya mənim dəyərlərim biraz başqadır falan kimi. Amma bu biraz... Mən anormalam. Yəqin ki, mənə elə gəlir ki, bunu hər dəfə yaradıcı yanaşmaq istəyən və özünün səmimi həqiqət bildiyi, doğru bildiyi məsələləri üzdə göstərmək istəyən hər kəsin başı daşa deyil. Bu mümkün deyil bunsuz. Və yəqin ki, bu hansı mənada bizim özümüz üçün də sınaqdır. Ki, nə dərəcədə biz səmimiyik öz dəyərlərimizdə. Niyyət məsələn, niyyətin daha biraz... Cəmiyyət məncə belə fərdlərdən ibarətdir. Cəmiyyəti inkişaf etdirən də mənə elə gəlir həmin fərdlərdir. Onlar heç vaxt çox ola bilməz. Bunu da boynumuza alaq. Biz o azlıqlarda olmaq istəyirikmi, istəmirikmi? Bu da şəxsi seçimdir. O dediyiniz fərdlərlə cəmiyyət arasında tarixən fərq olub. O da cəmiyyətin bir hissəsidir. Bundan sonra da olacaq. Təbii. Və bu çox normal bir şeydir. Məsələ o fərdlərdən kənar yerdə qalan cəmiyyətin dünya normalarından nə qədər geri qalmasıdır. Məsələn, dünyanın tələb elədiyi bir aşağı-yuxarı bir bacarıqlar var. Məsələn, deyək ki, sən əgər bir ölkədən başqa ölkəyə səyahət edirsənsə, səyahətlə bağlı sənin 0 təcrübən varsa, sən bilməlisən ki, mən səyahət öncəsində etməliyəm. Bir düşünməyə lazımdır ki, gedəcəyim ölkənin bir mədəniyyətini araşdırım, görməli yerlərini araşdırım, bir görüm marşrut necədir, orada yol pulu necədir, hansı pul işləyir. Yəni təməl bunu düşünə biləcək. Yəni mən deyək ki, misal üçün filan ölkənin tarixi mədəniyyəti haqqında məlumatı olmaya bilərəm. Amma filan ölkəyə səyahət edirəmsə, mənim bunu araşdıra biləcəyim bir düşüncəm olmalıdır ki, gəlin bunu araşdıraq görüm, ümumiyyətlə bura səyahət edirəm, bura necə bir yerdir? Amma deyək ki, bu da yoxdursa, o zaman biz normadan çox aşağıda olmuş olur. Baxmayaraq ki, fərdlər ölkədə daha high level ola bilərlər də, amma onlar gizlənirlərsə, onlar çıxış etmirlərsə, bəlkə də bax, məsələn, tutalım, ümid edək, çox da iddialı deyiləm, amma ümid edək ki, kimsə bizim dediyimiz mövzular haqqında düşünməmişdi və ya bu tərzdə görməmişdi öz-özünə fikirləşdi. Doğrudan,
əslində bu belə imiş. Bəlkə bu 100 nəfərdən birinə biz təsir edə biliriksə, bu artıq cəmiyyətin dəyişməsi deməkdir. Bu halqadır və o halqa bir-biri ilə birləşir. Mən buna inanıram. Mən bunun mənasını bunda görürəm. Dərdləmənin də əsas məqsədi odur ki, bəli, əslində bu podkastlar, bu danışıqlar cəmiyyət öz-özünə, məsələn, Britaniya cəmiyyətini deyək, öz-özünə Britaniya cəmiyyəti indiki səviyyədə olmayıb ki. Yəni Və mən görürəm fərqlər var, çox müsbət tərəflər var, çox mənə rahat gələn məqamlar da var və Azərbaycan cəmiyyətinin də potensialını görürəm mən. Və mən düşünürəm ki, məhz kommunikasiya, diskussiya cəmiyyətdə bu mütləq olmalıdır ki, mədəniyyəti, diskussiya mədəniyyəti, tənqid mədəniyyəti, hay-küyə düşmədən, refleksiya edərək diskussiya etmək, heç kəsi ittiham etmədən. Bilirsiniz, nəyə görə buna vurğu qoymaq istəyirəm? Mənə görə ittiham etmək, kimdəsə günah tapmaq, o dediyiniz o müəllimlər var ya, bisetkada uşağı saxlayır və bununla da özünü sığortalayır ki, uşaq yıxılmadı ki, nə istəyirsən məndən, yıxılmadı ki. Mənim əsas işim uşağı sağlam, sağ-salamat, sağlam da yox, salamat. Çünki uşağın bütün gün oturaq olması hələ sağlamlıq demək deyil. Sağ-salamat sənə təhvil verməkdirsə, bizim də işimiz o deyil ki, müəllimdə günah tapaq, uşaqda günah tapaq və ya cəmiyyətdə günah tapaq. Mənə görə bizim işimiz odur ki, bax biz hamımız eyni qazandayıq və gəlin bu elə eləyək ki, bu son məhsul onsuz da yoxdur. Bizim hamımıza müəyyən dərəcədə komfortlu olsun. Ölkəmizə, cəmiyyətimizə inkişafına kömək olsun. Bu isə ittihamla gəlmir. Bu o yaraları açmaqla gəlir. Bax belə bizim yaramız var. Bayaqları sizin toxunduğunuz çox həssas bir mövzu. Bax bu yaradır. Bu ağrıdır, bu travmadır. Bizim xalqın travmasıdır. Müharibə yaşamış bir cəmiyyətdik biz. Bu müharibə yaşamış cəmiyyət əlbəttə Britaniya cəmiyyəti ilə eyni müqayisə edilməməlidir. Bu ədalətsizlikdir. Amma o demək deyil ki, biz elə bütün günü şaxsey-vaxseydə qalmalıyıq. Bu o da demək deyil. Biz güclü cəmiyyət olmaq üçün. Bu vətənpərvərlik deyil. Bəli. Bu travmanı, retravmatizasiya deyirlər bunu. Travmanı yaşamaq, qurban roluna girməkdir. Biz bu istəmirik. Biz istəmirik bizim uşaqlar belə olur. Yəni, olmur. Bu geriləmə olur. Bu pir qələbəsi olar. Biz müharibədən çıxmışıq, özümüzü təzədən orada saxlayırıqsa bu çox ağırdır. Bizim inkişafımız bunda deyil. Bizim yeni ideyalarımız lazımdır. Bizim yeni konsepsiyamız cəmiyyət olaraq yenidən bir razılığımız olmalıdır, razılaşmamız olmalıdır. Və auditoriya oynamaqdan çıxmaq lazımdır. Çox təəssüf ki, biz bir çox hallarda auditoriya oynayırıq. Bu da ona görə mənə elə gəlir ki, dərin düşünən adam bunu etməz. Ancaq hype qazanmaq üçün, like qazanmaq üçün mən kimisə, çünki ittiham edəndə mütləq reaksiya olur. Kimsə deyir düz deyir, kimsə deyir düz demir. Və ikisi də öz reaksiyasını bildirmək istəyir. Amma belə ümumi danışanda ki, bizim dərdimiz var, mən gedim, bu mənlik deyil. Mən bu problemi həll edən deyiləm. Həll edərsiz, verərsiz, görərik nə olar. Yəni, mənim istədiyim odur ki, bizim cəmiyyət müəllim olaraq, bir təhsil işçisi, təhsil mütəxəssisi olaraq biz özümüz də bu hype'dan qaçaq. Biz özümüz də yaraları və ya problemləri göstərəndə orada günahkar və qəhrəman göstərmək kimi deyil. Gəlin bu problemi həll etmək üçün çıxış yolları haqqında fikirləşək, tədqiqatlar aparaq, falan eləyək, yəni müzakirə edək, diskussiya edək. Mənim dediyim bir fikir bəlkə yaxşıdırsa. Orada hər kəs özünə bir pay götürməsi gərəkir, mütləq şəkildə. Biz hamımız qolumuzu çırmalamalıyıq. Bu belə deyil. Təhsil öz-özünə yaxşı olacaq, mənim uşaqlarım xoş günə düşəcək və ya valideyn yaxşı olacaq, təhsilə yaxşı təsir edəcək. Belə bir sual. Ümumiyyətlə, bağça müəllimində, tərbiyəçisində olmalı olan, yəni mütləq olmalı olan 3 bacarıq sizcə hansılar olmalıdır? Əgər uşaq yönümlü yanaşmadan baxırıqsa, bax ona görə mən deyirəm ki, bizim yanaşmamız aydın olmayanda bizim bacarıqlarımız da fərqli olacaq. Hər yanaşmanın tələb etdiyi 3 top, 3 ən vacib dünya daha çox şey eləyir də, uşaq yönümlüdür. Uşaq yönümlü, şəxsiyyət yönümlü, tələbə yönümlüdür.
biz ondan çıxış eləyib çıxsaq, mənə görə ən birinci refleksiv yanaşmadır. Müəllim intellektual işdir. Təkcə icraçı işi deyil. Baxmayaraq ki, orada tətbiqi məsələ çoxdur, təhsil tətbiqi elmdir, orada praktiki məsələlər çoxdur, amma müəllim təhsil elmi həm də refleksiyanı, fəlsəfəni çox tələb edir. Biz bu şuurluluğu, bu refleksiya bacarıqlarını müəllimlərdə formalaşdırmasaq, Yəni müəllim öz fəaliyyətinə əhəmiyyətini başa düşməlidir. kənardan baxa bilməsi lazımdır ki, mənim fəaliyyətim nə qədər məqsəd yönlüdür, nə qədər uşağa faydalıdır. Mən gələn dəfə bunun daha yaxşısını necə edə bilərəm? Nələri Bəli. düz etdim, nələri səhv etdim? Bəli. Nələri dəyişməyim lazımdır? Hə, bu üsuldan istifadə etdim. Bu o qədər də uğurlu alınmadı. Problem deyil. Yəni bunu bir belə müəllimdən səhv tutaq ya. Müəllim səhv eləyə bilərmi? Eləyə bilər. Təbii. Burada bir sıxıntı yox. Refleksiya eləyib bir adım irəli gediriksə orada bir problem yox. İkinci, mənə görə cəmiyyət olaraq və təhsil işçisi kimi ideallıqdan qaçmalıyıq. Evet. Mən real yanaşmanı, real təhsilin tərəfdarıyam. Müəllim müqəddəs deyil. Uşaq mələk deyil. Valideyn əzabkeş, cəfakeş, qurbankeş deyil. Yaxud da mütləq ali təhsil olmalıdır. Valideyn evdə hər şey eləməlidir. Yox. Olmaya bilər yəni. Bu real deyil. Bizim real olmayan gözləntilərimiz, təhrif olunmuş gözləntilərimiz əlbəttə qeyri-real təhrif olunmuş nəticələrə gətirir. Yalançı olmağa məcbur edir müəllimi və ya valideyni və ya biz uşağı yalançılığa öyrədirik. Mənim təklif etdiyim, istədiyim odur ki, müəllimlərin real obrazı formalaşsın. Məsələn, mən tərəfdarı deyiləm deyəndə ki, müəllimi tənqid etmək olmaz. Müəllimi də tənqid etmək olar. Elə tədqiqatçını da tənqid etmək olar. Yəqin ki, tənqid də edəcəklər. Xoş deyil, amma buna hazır olmalıyıq. Amma müəllimi də bütün məsələn, mən çox da tərəfdarı deyiləm fədakarlıq sözünün təhsili sistemində. O oturmur. Yəni fədakarlıq təhsilə oturmur. Bu peşəkarlıqdır. Bəli. Və biz peşəkarlıqdan və dəyərlərdən danışa bilərik. Ümumiyyətlə fədakарлıq o qədər şəxsi bir, könüllü bir şeydir ki, Yəni ona görə kiməsə tələb etmək, yəni. gözləmək mümkün deyil. Bəli. Yəni bu o idealistik, romantik yanaşmadan çıxsaq, real müəllimdən götürsək, maksimum biz istəyə bilərik refleksiyası olsun. İkinci, bizim yanaşmamız bəlli olandan sonra onun bacarıqları olsun ki, mütləq o uşaq inkişaf səviyyəsinə görə təlimin təşkilini bilsin, təlimin təşkili bacarıqları olsun və üçüncü, ən vacib, ömür boyu öyrənmə niyyəti olsun. Yəni bu başa düşməlidir ki, müəllim indi elə peşədir ki, sən ömür boyu oxuyursan. 10 il müəllim işləyirəmsə o demək deyil də mən bitib işim, mən öyrənəcək bir şeyim yox. Hətta mən deyə bilərəm ki, indi PhD-də oxuyuram, doktoranda, mən belə başa düşürəm ki, mən nə qədər şey bilmirəm. Məktəbə qədər təhsil sahəsində deyirəm, öz sahəmdə. Nə qədər şeyi də bilməməyi artıq qəbul edirəm ki, yəqin ki, mən bunları ömrüm çatmayacaq o istiqamətdə. Bu bitən bir proses deyil də, bu sikl davam eləyir, yəni bitən bir məsələ deyil. Bu məqamda bunu çox belə altını belə sizə vurğulaya deyim ki, istər bağçada, istər məktəbdə müəllim baxır rəhbərliyin ağzına. Rəhbərlik nə deyirsə, yəni müəllim deyir ki, mənim tabe olduğum şəxs mənə töhmət verməsin, məni acılamasın, məni hər hansı bir formada tənqid eləməsin və yaxud da deyək ki, ondan hər hansı bir təsir görməyim, negativ təsir görməyim deyə, artıq uşaqdır, proqramdır, bunlar hamısı qalır kölgədə. Bu real vəziyyətimiz, mənim də sizin də bu sahədə kifayət qədər təcrübəmiz var. Və bilirik ki, bugün müəllimlər, bağçada da tərbiyəçilər daha çox məktəb rəhbərinin, bağça rəhbərinin münasibətinə görə fəaliyyətini dizayn eləyir. Razıyam. Və biz o dediyiniz o proqramların müəyyən olunması, yəni qeyri-müəyyənlikdən müəyyənliyə çıxmaq və eyni zamanda məktəb rəhbəri, o middle leadership, orta rəhbərliyin məsuliyyətini bizim məktəb rəhbərləri, bizim bağça rəhbərləri başa düşməlidirlər ki, mənim dediyim söz, iki dodağımın arasından çıxan sözə baxır bu qədər müəllim. Bəli. Mənim elədiyim hərəkət onlara nümunədir, mənim danışığım onlara nümunədir, mənim təlimatım onlar üçün bir əsasdır. Yəni, bəzən bir məktəb direktorunun, bağça müdürünün sözü ki, nazirin sözündən daha təsirli olur. Razıyam. Çünki birbaşından ünsiyyətdə olan
həmən rəhbəridir. Avtoritetdir. Yəni onlarda da zehniyyət dəyişməsə, fikir vermisiniz bizim podkastlar, mən özümüzdə refleks edirik də bizim podkastlar nə qədər uğurludur. Hər ssenari, hər sessiya falan. Baxıram ki, biz detallara düşə bilmirik. Yəni mən hansı qonaqla olsaq, məsələn biz hazırda məktəbə qədərdə konkret olaraq filan üsul bunun təsirini müzakirə etməliyik əslində. Bu da çox yaxşı olardı. Amma siz də mən də bilirik ki, bizim bundan öncə bizim dərdimiz buradadır. Bizim öz işimizə münasibətimizdə o qədər ciddi problemimiz var ki, biz nə qədər mən düşünürəm də burada nə qədər sual var. Düşünürəm ki, biz gedək ondan danışaq. Amma söhbət əsnasında da siz də mən də bilirəm ki, bizim dərdimiz uşağın qarşısına oyuncağı qoyub falan bu deyil də. Bizim ondan əvvəl məktəb yaxud da bağça müdürünün, məktəb direktorunun müəllimə olan münasibəti o uşağın oynamasından daha öncə gəlir. Çünki hər şeyi formalaşdıran bu təfəkkürümüz düşür, o pəncərəmizdir də bizim. Siyasətimiz də yenə deyirik. Bu təhsil siyasəti adlanır. Yəni birinci növbədə liderlər, təhsil liderləri, müdirlər təhsil siyasətini birbaşa bağçalara gətirən nümayəndədir. Yəni müəllim özünü inkişaf elətdirsə də, bu tərəfdən məsələn olur da biz təcrübədən miqdən hazırlayırıq, sertifikasiyadan filan, keçir, öyrənir, fərqli bir şey tətbiq eləmək istəyir. Deyir ki, məktəb rəhbəri qoymur. Baxsa da həmçinin. O da müəllim özünə sual verir də. Deyir ki, bir çox hallarda məktəb rəhbəri də bunu niyyətli eləmir. Nəsə bilmədiyindən eləyir, yanlış bildiyindən eləyir. İddiasından ego falan və s. Bəzən deyirlər ki, direktorlar ilk hansı işi görməlidir, məktəb direktorları, bağça müdirləri. Deyirəm ki, birinci diktabandan çıxmaq lazımdır. Yəni diktabanda gəzməkdən çıxmaq lazım. Birinci iş budur. Biz makasin geyməliyik ki, biz 3-cü mərtəbəyə tez qalxıb düşə bilək, hər şeyə operativ reaksiya verək. Təməl bundan başlayır. Ondan sonraki məsələ. Yəni onlar da özünü davamlı inkişaf elətdirməlidirlər ki, sonda o uşaq sağlam təfəkkürlə, sağlam psixologiya ilə bağça uşağı məktəbə ötürə bilsin. Və məktəb də onun üzərində işləyə bilsin. Əks halda bizdə indi dediniz, biraz haşiyə çıxacağam. Bizim bu çox ciddi problemlərimizdən biri məktəbin özünün belə məktəbə qədər haqqında münasibətinin tam formalaşmamasıdır. Sanki məktəbə qədər təhsil, xüsusən də son bu məktəbə hazırlıq qrupu birinci sinfin birinci ilə bir repetisiyasıdır da. Elə belə biz orada birinci il məktəbə hazırlıqda o birinci sinfin şeylərini, işlərini, oxuma tərzini, öyrənmə tərzini götürək edək. Bir il belə eləyəndən sonra ikinci il eyni şeyi keçəndə rahat olacaq demiş. Belə fikirləşirik. Bu da yenə gəlir iddia ilə. Bax, siz çox düzgün buyurdunuz. Bu çox çətindir. Amma əgər məktəbə qədər təhsil müəssisəsinin rəhbəri öz ixtisasını özünü təsdiq üçün hamıdan yaxşıyam, hamıdan güclüyəm kimi deyil, doğrudan da uşaqların xeyrinə necə alına bilər və ya cəmiyyətin xeyrinə. Yəni əslində məktəbə qədər təhsildir, təhsil işçiləridir. Çox görünməyən, amma çox vacib bir fundamentdir, təməldir cəmiyyətin sağlam olması üçün, cəmiyyətin sağlam qalması üçün biz təhsil işçilərinin çox böyük məsuliyyəti var. Və biz təhsil işçiləri nəyincə çox böyük məsuliyyəti var? Biz öz təhsil işçiləri həmin strategiyada iştirak edirik. Mənim dəyərlərim, mən tutalım, bağça müdiriyəm, mənim dəyərlərim o 100 uşağa təsir edir. Təsəvvür edirsiniz 100 uşaq neçə ailədir və o gələcəkdə neçə qurulan ailənin bir növrəsidir. Mənim bu mənada əlbəttə ki, bu tendensiya görürəm, ümid edirəm ki, bu tendensiya dəyişər. Amma mən indi gördüyüm bağça direktorlarında da o sanki bir status davası gedir. Sanki daha çox tədbirlərin kim daha çox şanslı bir tədbir alındı, kimdə daha çox yekə tort oldu və ya böyük bir wow effekti verən bir şou oldu və ya bu egonu doydurmaq ego savaşına oxşuyur. Ümid edirəm ki, bu çox qısa müddət olacaq. Çünki
Bu hansısa mənada mən həmişə deyirəm, necə qızıldiş modda idi, necə indi antitrenddir və çox da o insanın hətta hansı həyat tərzi və təbəqədən olduğunu belə göstərə biləcək dərəcədə antitrendə çevrilibsə, ümid edirəm ki, nə vaxtsa bu şaşahalı, bu göstərgili yanaşma da elə antitrend olacaq. Çünki başqa cür variantı görmürəm ki, biz necə düzələ bilərik. Bunun ancaq o variantı gəlir ki, biz başa düşməliyik ki, bizim hər etdiyimiz o şan-şahalı, hər etdiyimiz o ego bizə 2 qat oturacaq. Mənə şəxsən bəlkə oturmayacaq, amma uşaqlarımıza, cəmiyyətimizə, bax, maşın yolunu gedəndə maşını pis sürən adam, o mənim eqamın nəticəsidir hansısa mənada. Və ya yolda keçəndə svetoforda dayanmamaq, işıqforda dayanmamaq və ya bir-birimizi acılamaq, bir-birimizi aldatmaq istəyimiz, bir-birimizi yükləmək istəməyimiz və s. və ya karyera liftində qabağa gedə bilməməyimiz, bunların hamısı bu və ya o dərəcədə həm də bu biz əgər rəhbər vəzifəsindəyiksə bizim həm də məsuliyyətimizdir. Orada bizim payımız var. Azdır, çoxdur var. Xislət, niyyət və s. və s. Okay. Çox sağ olun. Bu valideynlərin gözü ilə baxsaq bağçaya, valideynlər ümumiyyətlə bağçanı necə görməlidirlər? Bəzi valideynlər deyir ki, tamam, uşağın 2 yaşı çatıb, artıq qoyun bağçaya, biraz rahat nəfəs alım evdə, sosiallaşsın və getsin bağçada başı qarışsın. Bu yanaşma ümumiyyətlə uşaqda təbii ki, bir fəsadları gətirib çıxaracaq, çünki yanaşma doğru deyil. Valideynlər necə baxmalıdır bu prosesə? Yanaşma real yanaşmadır. Zaten məktəbə qədər təhsil bağça onun üçün açılmışdı. Qadınları işçi qüvvəsi kimi işlədə bilək. Onun üçün bağça açılıb. Əslində bağçanın mahiyyəti bu idi. Bağça qadınların əllərini azad etmək üçündür və onlar gedib işləyə bilməsi üçündür. Bax, bunun üçün açılıb və ona görə də belə valideynlərin fikirləşməsi anlaşılandır. Amma indi təhsil özü dəyişib öz missiyasını. Əvvəlcə məktəb də elə idi zaten. Biz orada icraçı, yazıb oxumağı bacaran icraçı bir vətəndaşlar istəyirdik. Necə ki, indi təhsil öz funksiyasını, missiyasını daha doğrusu dəyişib. Hər halda iddia var ki, dəyişib. Məktəbə qədər də indi o missiyadan çıxıb. Çünki biz artıq evdə də rahatca işləyə bilirik. Sonra bizim iş qrafikimiz çox fərqli ola bilər. İndi çox dəyişib iş tərzi. Bizim ümumiyyətlə valideyn olma yaşımız belə dəyişib. Ona qədər bizdə çoxlu dəyişiklik var. Ona görə bağça biraz öz təhsil özünün məqsədini dəyişməlidir ən azı. Valideynlərin bağçalardan bu gözləntisi yəqin ki, qalacaq ki, mən gedəndə uşağımı sərbəst ya da təhlükəsiz, isti bir yerdə qayğısını qalsınlar və üstəgəl inkişaf etdirsinlər. Bu İnkişaf anlamında şeydir, yəni şeiri əzbər bilsin. Uşaq əzbər şeir bilirsə və yaxud da nəyisə, yəni yaddaşa köklənir. Burada artıq mən təhsil işçilərini məsuliyyətinə çağırıram. Çünki valideynin pedaqoji prosesi, təhsilin prosesini bilməmək ixtiyarı var. Yəni biz hamımız həkim deyilik ki, düzdür? Biz hamımız tibbi sahəni bilmirik ki, biz heç birimiz musiqi və ya hamımız musiqidən xəbərimiz yoxdur ki. Bizim musiqi savadımız olmadığı kimi və ya maliyyə savadımız olmadığı kimi, düzdür, onun fəsadını alırıq. Valideyn də onun fəsadını alır, pedaqoji savadı olmayanda. Bunu amma gözləmək olmur onlarda. Bu müəllimin daha çox rəhbərin qurduğu siyasət və təmas, ünsiyyət qurduğu, valideynlərlə qurduğu ünsiyyətdir ki, əslində bağçanın işi nədir? Və əslində bağça necə daha faydalı ola bilər? Və mənə elə gəlir ki, biz valideynlərə izah edə bilsək ki, çünki valideyn öz uşağını istəyir. Ən azı bizdən az istəmir. Düzdürmü? Biz işçilərdən, təhsil işçilərindən.
o uşağını bağçaya gətirirsə, oradan fayda istəyir. Onun faydası realistik olmaya bilər və ya doğru olmaya bilər. Bunun nə olmasını, uşağa nə xeyir edə biləcəyini, necə biz uşağa faydalı ola biləcəyimizi bu artıq məktəbəqədər təhsil işçilərinin üzərinə düşür. Bunun üçün də məktəbəqədər təhsil yediyim kimi refleksiyanı bacarmalıdır. Burada bir dənə risk faktoru var. Buyurun. Risk faktoru elə valideynin özüdür. Hansı mənada? Tamam. Məsələn, valideyn yüklənir bağçaya və yaxud da məktəbə ki, yəni valideyn pedaqoq olmadığına görə yanlış şeylər tələb edir. Bəli. Məsələn, deyir ki, uşağım niyə əzbər şeir bilmir? Yəni bunun bağçadan gözləntisi, mən misal olaraq deyirəm də, bağçadan gözləntisi uşağın əzbər şeir bilməsidir. Siz onu deyirsiniz, bu konkret bir hadisə idi. Mən məktəbəqədər üzrə məktəbə hazırlıq qrupunun metodisti idim və məktəbə hazırlığı bitirən uşağın valideyni sentyabrın 20-si mi yoxsa necə sentyabr ayında mənə zəng edir və deyir ki, uşaq niyə hərf yazmağı çətinlik çəkir. Bəs mən niyə bir il o məktəbə hazırlıq qrupuna qoymuşam? Və mən də deyirəm ki, təbrik edirəm, uşağınız yay tətilinə çıxıb, yay tətilindən sonra yazmağı yenidən yadırıb, yenidən öyrənəcək o. O öyrənəcək o mənada yox ki, heç nə yadında deyil. O öyrənəcək o mənada ki, indi 6 yaşlı kimi oğru yanaşmağa başlayır. 5 yaşlının A hərfi ilə 6 yaşlının A anlayışı eyni deyil. A səsinin, A hərfinin ciddi anlayışı. Fərq var. Yəni o yaş dönəmdə fərq var. Və ya 6 yaşda uşaq gəlir, buna güzgülənmə effekti deyirlər. Yəni 3'ü 3 kimi yox, tam tərs yazır. Mən deyirəm, narahat olmayın. 4 yaşında, 5 yaşında, 6 yaşında bunu yazmağı gözləniləndir. 7-8 yaşından sonra bunu etməyəcək. Və 9 yaşında, 11 yaşında etmir uşaqlar bunu. Və 6-7 yaşında 3'ü yazacaq. Narahat olmayın. Bu siz dediyiniz məsələ. Bu gözlənti müəllimi və müəssisə rəhbərini məcbur edir ki, deyir ki, valideyn istəmir, onu razı sal, get əzbərlət. Valideyn də görsün ki, uşaq əzbərləyir. Dolayısıyla buradan biz aldatmaqla məşğulluq da bir-birimizi. Yəni heç bir deməyim, böyük əksəriyyət müəssisə, istər bağça olsun, istər məktəb olsun, valideyni də maarifləndirmək öhdəliyini öhdəsinə götürmür, üzərinə götürmür. Bunun üçün də prosesi tam bilmək lazımdır da. Ondan da o tərəfə deyir ki, bu mənim işim deyil. Baxın, elə bir çıxmazlayıq ki. Amma bizim işimizdir. Deyir ki, valideyni maarifləndirmək mənim işim deyil. Halbuki birbaşa işimizdir. İki olaraq da, yəni nizamnamə olaraq, fəaliyyət olaraq, biz məktəb olaraq deyək ki, bağça olaraq bizim həm də öhdəliyimizdir maarifləndirmə. Yəni tərbiyəçi müəllimlərin, məktəbəqədər təhsil verənlərin birbaşa öhdəliklərindən biridir maarifləndirmə işi. Valideynlər maarif. Bəli, bizim valideynlərlə əməkdaşlığımız var. Biz valideynlərlə əməkdaşlığı necə başa düşürük? İşte o valideynlərlə əməkdaşlıq valideynləri də maarifləndirmək anlamı kimi qəbul olunmur. Əməkdaşlıq o deyir ki, valideyn öz öhdəsinə düşəni eləsin, mənə dəstək versin, filan şey olasın. Amma oyuncaq alsın, kitab alsın, yaxud da tədbirdə iştirak eləsin filan. Amma bu əməkdaşlıq deyil, bu sifarişdir. İşte məktəbin və bağçanın öhdəliyi də bizim cəmiyyətdə odur ki, biz valideynləri də maarifləndirməliyik, başqa variantımız yoxdur. Başqa cür alınmır. Yəni necə ki müəllimlər də valideynlər. Heç kəsə daşın altına əlini qoymur ki, mən valideynlərə də bir tədbir görüm. Yəni valideynlərə məsələn məktəb və yaxud da bağça hər ay valideynlərə maarifləndirici bir şeylər keçsin. Bir praktik seminar eləsin. Yəni biz başa düşməliyik ki, biz valideynin yanlış sifarişinə reaksiya olaraq, elə bilin ki, uşağı qoyuruq kənara, uşağı yaddan çıxardırıq. Uşaq tələb eləmir deyə, səsi çıxmır deyə, onu qoyuruq kənara. Biz deyirik ki, gəlin elə oyun oynayaq ki, bizə söz deyilməsin. Valideyn bunu istəmir, mən bunu öyrədirəm. Hamı öz işini başa düşmürük ki, yəni o bayaq dediyiniz dəyərlər cəmiyyət formalaşdırır. Bunun fəlsəfəsini biz anlamırıq. Bizim cəmiyyət olaraq problemimiz odur ki, biz təhsilin niyə var olduğunu, nəyə xidmət etməli olduğunu doğru anlamırıq. Və bu anlamadıqca bizim yetişdirdiyimiz uşaqlar gəlib böyüyüb yenə o valideyn kimi valideyn olacaq. Və bu çarx bizi qurtarmır da. Bir hadisəni xatırladım. Tərbiyəçi müəllim işləyirdik və mən də tərbiyəçi müəllim idi. Və bizim
bağçamız çox infrastrukturlu bağça idi və bizim torpağımız var idi və biz uşaqlarla torpaq oynayırdıq. Şikayətlər gəldi valideynlər ki, bizim uşaqların dırnaqları palçıqdadır, üst başlarında maykaları çirkli olur, uşağın başı tozlu olur gələndə. Mən çox təəccüblənmişdim. Mənim ilk reaksiyam belə idi ki, hər bağçada heç qoymurlar oynamağa. Mən əziyyət çəkirəm, mən bunlarla gedirəm, oynayıram, vedrələr almışıq, bunların paltarlarını düzəltmək, falan eləmək, bunların hamısı bir işdir. Dayıya da deyinir hər dəfə ki, bu müəllimə yenə çıxartdı uşaqları oynamağa. Bir yandan valideynlər də bunu edir. Təcrübəsiz tərbiyəçi müəllim kimi mənə təsir eləmişdi. Amma o vaxt mənim rəhbərim və metodistim xeyli uzaq görən bir insanlar idi və mən onlara bu şikayətimi bildirəndə onlar dedilər ki, gəl onda iclas edək. Və kiçik motorikanın inkişafı üçün bu qumla oynamağın təsirini sən hazırla. Sən get bir öyrən bax gör doğrudanmı bu lazımdır. Və mən bir həftə hardasa prezentasiya hazırladım, özüm oxudum, çoxlu maraqlı faktlar tapdım və kiçik özüm üçün bir yandan daha da təsdiq elədim ki, nə yaxşı ki biz bunu edirik. Yəni düz yoldayıq. Bu düz yoldayıq. Və biz bunun prezentasiyasını etdik. Valideynlər qulaq asdı, dedi, yaxşı, çox sağ ol müəllimə, amma uşaqlar çirkli gəlir. Mənim də vaxtım yoxdur. Simizdirə göndərək. Və biz elə qərara gəldik ki, yaxşı, icazə verin 5-ci gün biz bunu edək. Onsuz da 5-ci gün kim istəyəcəksiniz? Altı bazar onsuz üçün müəllim. Yaxşı, siz həftə içinə alınmırsa, heç olmasa buna 5-ci gün icazə verin, 5-ci gün edək. Mən sizə deyim, mən orada bir neçə il işlədim. Bizim ondan sonra qum məsələmiz həll olundu. Biz də sözümüzün üstündə durduq. 5-ci gün məşğul olduq ancaq. Valideynlər də bunu pretenziya etmədilər ki, uşaq tərlidir, uşaq çirklidir və s. Artıq o gözlənti formalaşıb ki, 5-ci gün uşaqlar belə gələcək yəni. Bunu nəyə görə danışıram? Heç nə bir tərəfin istədiyi kimi alınmır. Yəni yenə gələm realistik təhsil prosesinə. Biz bir-birimizlə danışmalıyıq. Biz bir-birimizin maraqlarına uyğun hərəkət etməyi öyrənməliyik. Amma əvvəlcədən hazırlaşdırmalıyıq ki, birinci növbədə uşağın marağına görə eləyəcəyik. Siz də valideyn uşağın marağına görə bunu edəcəksiniz. Mən də öz işimi uşağın marağına görə sizə adaptasiya edəcəm. Bunda nəsə onda alınır. Və mənə çox xoşdur ki, biz o bağçanın uzun müddət, indi o bağça ilə əlaqəm yoxdur, amma o bağçanın uzun müddət bu siyasəti yerinə yetirirdi. Və bu bağçanın müəllimlərinə də, uşaqlarına da, valideynlərinə də bu bir həyat tərzidir əslində. Belə bir bağça sistemində işləyəndə mən indi üzümü tuturam məktəbə qədər təhsil müəssisələrinin rəhbərlərinə. Ola bilsin ki, sizin də tərbiyəçi müəlliminiz nə vaxtsa oturacaq mənim kimi burada. O da nə vaxtsa tədqiqatçı olacaq, bəlkə o da direktor olacaq. Qoy o da yadına salanda başa düşsün ki, onun dəyərlərini, təhsil üzrə dəyərlərini təbii ki, iş yerində, iş mühitində formalaşdırır o. Özü üzərinə nəsə qoyur, özünün refleksiyası əlbəttə olacaq. Amma fundamenti siz qoyursunuz. Bu məsələlər çox vacibdir. Bu valideynlərin də gözləntisini ancaq real bağçada, real təhsil sistemində demək olur. Əgər biz valideynlərə deyiriksə ki, mən müqəddəsəm, sən heç nə bilmirsən və ya sən nə deyirsən mənim işim səni razı salmaqdır, heç biri real təhsil prosesindən haqqında getmir. Yəni orada artıq nəyinsə konstruktiv bir nəyinsə əmələ gəlməsinə, məhsulun və ya nəticənin əmələ gəlməsini gözləmək mənə görə doğru deyil. Çox sağ olun Fərqan xanım. Təşəkkür edirəm. Bu məsələ mövzu elədir ki, saatlarla danışmaq olar və inşallah ümid edirəm nə vaxtsa biz praktik nümunələrdən danışacağıq və daha çox ümumiyyətlə şagirdin düşünməsi, zehni inkişafı, buna təsir edən hansı fəaliyyətlər, kiçik motorika fəaliyyətlər olsun, ümumiyyətlə bir müzakirəmi olsun. Axır ki, mənim tədqiqatım haqqında söhbət edəcəyik. İnşallah. Mütləq bunu sizə, çünki bu dediklərimizi insanlar bilməlidir. Və təhsilin həqiqətən uşaq üçün olduğunu məna olaraq, mahiyyət olaraq başa düşməlidir. Əks halda bizim elədiyimiz hər bir fəaliyyət havada qalmış olur. O baxımdan bu veriliş
daha çox maarifləndirməyə, növbəti inşallah nə vaxtsa siz də burada olanda ümid edirəm ki, bir dəfə biz Böyük məmnun. praktik nümunələr üzərindən davam eləyəcəyik. Çox sağ olun, təşəkkür sağ olun, edirəm. Əziyyət dəvətə görə. çəkdiniz, vaxt ayırdınız, gəldiniz. Belə hörmətli müəllimlər, hörmətli valideynlər, təhsil işçiləri, Dərd dinləmənin növbəti buraxılışında görüşərik.